Bəli. Çevrədən mütənasib parçalar. Misal üzərində qaydalar deyəcəm. Yenə də qaydaları atarıq, baxarsınız orada. 6, 8, bura nə düşür? 10. 10 olduğu üçün burada bu radiusu da, onda bura nə qalır? 4. Düzdür? Əslində bu sual burada olmamalıdır mənim fikrimcə. Razısınız məndən? Bucaq bölməsində olmalıdır. Çevrənin vətəri ilə bu vətərin ucundan çəkilmiş toxuna arasında qalan bucaq 44-sə, qövsün dərəcə ölçüsü nədir? Keçən dərs dedik ki, toxunanla vətər arasında qalan bucaq 44-dürsə, bu 88 düşür də onda. Bəli, keçən dərs dedik ki, toxunanla vətər arasında qalan bucaq qövsünün yarısıdır. Yəni, orada 44-dürsə, bura 88 olur. Yəni, deyirəm, bu o birisi bölmədə olmalı idi. Gəl, buradan qaydanı yadımıza salaq. 6, 9, burada x. Deməli, toxunanın kvadratı, 6-nın kvadratı bərabərdir. Bütöv kəsən MP-dir, yəni 9-dur. Çölündə qalan hissə isə x-dir. X-ə düşür 4, 36-nı 9-a bölür. Aydındır, yadımıza qaldı bunlar. Bu asan, bu da eyni şeydir, biraz. Məncə onu yazmayacaq, buna baxaq. Vaxt itirməyə dəyməz. DS 14-sə 7 qalır. Arada qalan bucağı 60-dırsa bir dənə söz deyəcəm. Bir nöqtədən çıxan iki toxunanın ölçüsü eyni olduğu üçün bu bərabər yanlı üç bucaq olur. 60 dərəcəndə gördüyümüz üçün çevrilir, bərabər tərəfli olur. Niyə? 180, 60 çıxırsan, yarısı bura düşür, yarısı bura düşür. Düzdədim uşaqlar? Onda bu oldu bərabər tərəfli. Bir də bizə nəsə vermişdi orada bir dəqiqə. BS-ni soruşur. Buradan bir dənə xətt bura birləşdirdim. Oldu 90. Diametrini 2 vətər kəsişdi. Bir də bir söz deyim. Biz bilirik ki, radiusla toxunan kəsişəndə 90 qalır. Onda bura 60-sa bura nə qalır? 30. Düzdür? 30-un qarşısındakı katet. Hipotenuzun yarısı 7. Bura 60 olduğu üçün bura nə düşür? Oldu qaymaq. Problem yoxdur. Bu qəşəng sualdır, məncə. Tərəfləri çevrəyə toxunan düz bucağın təpə nöqtəsindən həmin çevrəyə sağlam olan ən yaxın məsafə 13-dürsə, çevrənin radiusunu tapın. Bir dənə düz bucaqda tərəfləri bu çevrəyə toxunur. Düz bucaq. İndi bizə deyir ki, çevrəyə ən yaxın məsafə 13-dür. Bunları niyə 90 edirəmsə deyim. Radiusla toxunan kəsişəndə 90, radiusla toxunan kəsişəndə 90. Bir də bunun özünü düz bucaq dedi axı, toxunan düz bucağın. 3 dənə 90 varsa, 4-cü də məcbur 90 qalır. Buradan belə bir dənə xətt çəkəcəm. Buranı özü 13 verib də bizə. Deyir, bu nöqtədən ən yaxın məsafəyə, elə bil, çevrəyə qədər ən yaxın məsafə 13-dür. Bura radius deyil. Bura radius deyil. Bu da radiusdur. Tapın görək, burada radiusdur. Bu radiusdur, bu da radiusdur. Bu oldu nə? Kvadrat. Kvadratda R köhdə 2 olmalıdır da. R köhdə 2 bərabərdir. R plus 13-ə. R atırsan bir yana, çıxaq R olur 13. O köhdə 2 çıx 1 bərabər 13. 13 bölə köhdə 2 çıx 1. Köhdə 2 plus 1-ə də vuranda olur. 13 köhdə 2 plus 1. Belə. Aşağında köhdə 2 plus 1-ə vuranda 2 çıx 1, 1 qalır deyə onu yazmadım. Cavab elə bir yebənd. Aydındır. Xırda-xırda, qusaq-qusaq deyirəm ki, başa düşəsiniz.
Çevrənin kəsişən iki vətərindən birinci vətər 12, 18, ikinci 3-ün 8-ə. Qayda ümumiyyətlə buydu da. Belə olurdu, bax. Misal üçün, 3K-nın 8K-yadır bura. Burada 12-nin 18-ə deyil. Ne inirdik? Vururduq bir-birinə, cavab tapırdıq. 3K vur 8K, 12 vur 18 olur. 24K kvadratı 216 olur. K kvadratı 9 olur. K da 3. İkinci vətər 3 vur 3, 9, 8 vur 3, 24. 33 oldu. Belə. O 11 asandır da, yarıya bölünübsə x vura, x vur x, 48 vur 3 olur. Hə. A 11-dir. Bura məcbur 90-dır, radiusundan toxunan kəsişib və MA ilə MB-nin cəmi 120-dir. Onlar toxunanlar bərabər olduğu üçün, bəli, 60-60 qalır. 3600-dən 121 çıxanda aşağılar. Toplayırıq. Çaşdırmaq istədim. 3721-də 61-in kvadratı. Hə. 61 olur uşaqlar bunlar. Düzdür? Toxunanların kəsişmə nöqtəsindən çevrəyə ən qısa məsafə radiusudur. Toxunanların kəsişmə nöqtəsindən çevrəyə ən qısa məsafə radiusudur. Necə belə deyək? Bura radiusdur. Bax, bu nöqtədən bura qədər də deyir radiusa bərabərdir. Elə demir? Sən buradan bir dənə xətt çəkirsən, bura olur 90. Nə olur? Bu da radius. Onda bura 30 dərəcədir ki, hipotenuzun yarısı olub. Burada R kökdə 3-dür. Sənə nə deyir? Toxunanlar arasında kiçik uzaq. Bura 30-sa burada buranın nətə yazaq? 30-dur burada. Oldu nə qədər? Niyə toxunanlar arasında kiçik uzaq 60 götürdük? Böyük uzaq nədir? Siz kəlləsiz də, buna bax. Bunlar arasında uşaqlar belə bucaq da var axı, 120. Ona görə də biz 60'ı götürürük. Oldu. OD 3'dür. OS 5'dir. Onda bura 2 qalır. Belə ölçüsü olur ha. Neyse, AB vətərin uzunu. İndi bir dənə söz də deyək. Çevrənin mərkəzindən çəkdiyin, belə deyək də, xətt deyək və yaxud da ki, bunu olsun diametr. Diametrlə əgər ki, vətər perpendikulyarsa, bunlar tam yarıya bölünür. Oldu? İndi burada radius 5-dirsə, burada 5 deyil. Sən burada bölgüyə baxsan, görərsən ki, xətt buradan bölünür. 2 vur 8, x vur x-dir. 2 vur 8, x vur x-dir. O da x nə düşür? 4. Amma səndən AB vətərini soruşur, yəni 2x soruşur, o 8. Aydındır. Hə, A nöqtəsindən radiusu 6 olan çevrəyə nəsə toxunan falan çəkilib, onları deyir, özü daha boş yer oxumayın. Radiusu 6-dır. Bizə nəyə soruşur ki, ona baxaq, AS-ni soruşur, uzatmayaq. Radiusla toxunan kəsişdir 90. 30-un qabağı 6-dırsa, bura 12 düşmür. Hə, uşaqlar? Bu da radiusu olduğu üçün 6'dır. Onda burada 6 düşür.
Bu da radius'ya, bu da 6 düşmür. AC nə oldu? 18, 6, 6, 6. Oldu. Bəh, 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 bəh. AOC böl ABF 4 böl 7'dir. AOC böl ABS. Ha bura. 4 böl 7. Olarsa DEF'i tapın. Birincisi, bu 7K'nın ayaqları bu yana uzanıb. O zaman bura nə qədər olur? Bəli, 14K. Bu mərkəz bucaq olduğu üçünsə bura 4K olaraq qalır. 4K'nın üstə 14K gələndə 18K'mız olur neçə? 10K olur 20. İndi bizə nəyə soruşur? DEF'i. Buranı soruşur. İndi biz nə qarayacaq? Mən sizə deyim. Deməli, bura oldu 80. Burada oldu 80, burada oldu 80. Bura nə qədər oldu? 280. Hə? Sonra bizə nə verib orada? Diametr verib bunları. Diametri boş yerə verməyib. Çünki ora 80 ise bura 100 qalır. Onda burada 100'dür. Burada 100'dür. Düz deyirəm? Hə, sənə nəyə soruşur? DEF'i. DEF ayaqları bura uzandığı üçün gözünüz qarışmasın, buranı göstərim. Nə qədər oldu ümumiyyətlə? 280. Yarısı oldu. Əslində mən çox uzatdım. Öz səhvimdir. Orada bir məsələ var. Bura ilə bura zaten eyni idi. İkisi də mərkəzdən keçdiyi üçün. Ama neyse. 20'ye baxırıq uşaqlar. Bunlar təzə suallardır. Yadınıza gəlir bunlar. A ilə B-yə nisbəti 3-ün 4-dədir. D-yə 6-dır. Bizə nə deyir indi burada? CD-ni soruşur. CD-ni hə tapdım. Şöyle buranı soruşur. Qalan şeylər də birlikdə tapaq. Birinci, gəl bu xətti birləşdirək buradan. Bu 90 dərəcə olur. Əslində mən o radiusu oradan taparam. Necə? Yəni oxşarlıqla. Prosta görək başqa bir şey varmı? Ona uyğun deyək. Yəni oxşarlıqla tapacağam. Belə getsə. Bir də baxım, görüm fərqli nəsə varsa sizə deyim. Yox, elə oxşarlıqdır ki, oxşarlıq. Hə? Amma bucaqların eyni olduğunu hardan biləcəyik? Hə də eynidir də. Yox, hə bil. Hardan bilirsən? A ikisinə də aiddir. Orada 90 olduğunu hardan bilirsən? Onu bilmirsən, yox. Hə, bilmirsən, nətər yəni? Axman biri. Yəni görüm. Burada nə olur? Əslində bir planım var. Buradan buraya 7K-dsa, buradan burada 7K düşür. İndi burada bir məsələ də var. Toxunanın kvadratı, belə deyil, toxunanın kvadratı nəyə bərabərdir? 16K kvadratı bərabərdir. Kəsənin özü 6 plus x vuraq 6. Belə olmaz.
Burası orada bir dənə o 90 dərəcə söhbətindən heç nə çıxmadı mı burada? Başa düşdün? Qoy bir balaca baxım. Başa düşmədim mən. Hələ ki bir şey çıxarda bilmədim. Hə, bir şey tapdım ki burada. Bəlkə də yaramayacaq işimiz, amma bura alfa-alfadır. Burada belə bir məsələ var. Bir dənə baxın, görün, dəhşət bir gözəllik var burada. Uşaqlar, bu tənbölən olduğu üçün, tənböləndə 3K vur, X nədirsə? 4K. Bəli. 3K vur, X, 6 vur 7 olmur. 6 vur 7K olmur. Onda burada neçə qalır? 42-ci böləndə. K. X-imiz 14K-dırsa, burada yerinə qoysaq, 16K kvadratı bərabərdir. 36 üstə gəl. 6 vur X-in yerinə yazıram 14K. 16K kvadratı çıxaq. 84K çıx 36 bərabər 0. 4-ə böləndə 4K kvadratı 8-ə böləmirdim. 21K çıx 9 bərabər 0. Burada nə çıxar köklər? Diskriminant bərabər 441. Kalar gedir də. X elə 14 də orada. Ay dədə vay. Nə tər çaşdırdınız məni? 3K vur. X 6 vur 7K'dır. X də buradan 14K'dır da. Cavab tapmışam, xəbərim yoxdur. Hə, Ayşə. Bir dənə də xırdalayayım bunu. Başdan bir dənə də xırdalayayım bunu, tam başa düşəsiniz. Daha bir daha deyirəm. Bura 3K, bura 4K deyil. Baxın. Bu toxunan olduğu üçün burada 7K olur. Toxunanın arasındakı bucaq çıxan tərəf mərkəzə gedirsə, o həm də tənböləndir. Bura 6-dsa 3K vur X bərabərdir 6 vur 7K. X olur 14. Aydındır. Daha qısa və konkret dedik. Görürsünüz, gözəl suallar var. Hə? Yox. Radius 5'dir. AB 4A çıxaq 8'dir. CD 2A plus 2'dir. Nə deyir? O1 nöqtəsi ilə D nöqtəsi arasındakı ən qısa məsafə. Uşağa baxın bura. Bura 90 dərəcə. Radius 5'dir də O1'in. İki dənə çevrəyə toxunan çəkilibsə, bunun ölçüsü bərabər olmalıdır. 4A çıx 8 nədirsə, 2A plus 2 də odur. Onda 2A'mız 10'dur, A da nədir? 5. A 5'dirsə, bura 12 düşür. 5'in kvadratı 25, 12'in kvadratı 144. Toplayanda 169, 13'ün kvadratını verir. Ən qısa məsafə 13. Aydındır. Suallar fərqli olduğu üçün dənə-dənə yazıram. 22'ye baxaq.
Gəl baxaq görək nə sualdır bu. M-dən N-ə. O vərəqi biraz. MKN 12-dir uşaqlar. AB-ni soruşur. İndi bir dənə söz deyim sizə. Bax, bu x-sə, bu da x-i. Bu y-sə, bu da y-dir. Bu A-dsa, bu da A-dır. Bu dıqılıysa B-dirsə, burada B-dir. Düzəyirəm. MKN-i bizə nə verib indi? 12. Onda burada bir dənə yazaq. MN üstə gəl. X, Y, A, B. Hamısı bir yerdə nə qədərdir? 12-dir. Düzləyirəm uşaqlar. Aha. Bizdən nəyi soruşur? AB-ni. AB-nin içərisində nə var? X-lə A var. Biz elə bir AB-ni, yəni X plus A-nı tapmalıyıq. İndi icazənizlə bir dəqiqə baxım görün burada nəsə fərqli bir şey var. X plus A. Buradan da bir də uşaqlar bir şey də gördüm burada. X plus A nəyə bərabərdir? Y plus B üstə gəl M-ə. Buradan bura qədər bayaq dediyi nədirsə, buradan burada eyni şeydir. Düzdür uşaqlar? İndi biz yazaq burada. Y plus B plus M-in yerinə Y plus B-nin yerinə X plus A yazacağım. Bir dənə də X plus A özündə var da. Onda X plus A 6 düşürmü? Bax, MN, Y, bir də B. Bunların yerinə bir dənə X plus A artıq yazın. X plus A cavab yoxdur ki. 6. İnanırsınız, buradan görəmirəm onu. Elə biləm 16. Aydın da. Buna baxmışıq. 25. A nöqtəsindən çevrə 2 toxunan çəkilib. A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafənin 2, toxunanlar arasındakı bucağın düz bucaq olduğunu bilərək çevrənin uzunluğunu tapın. Bax, bayaq buna aid şəkil çəkmişdik. Şəkildə belə idi də, və burada toxunanlar arasında qalan bucaq düz bucaqdır deyə. Bura 90 dərəcə qalır. Bura 90 dərəcə qalır. İndi burada çevrənin mərkəzinə qədər 2 santimdir. Buradan bura qədər. Çevrənin uzunluğunu soruşur. Buranda düz bucaq verib. İndi biz nə edəyik? Bax. Buranı nətər yazaq. Buranı belə, burada belə. Bu radiusdur. Bu radiusdur. Radiusla toxunan kəsgəndə bayaq dedik 90 dərəcə. Radiusla toxunan kəsgəndə 90 dərəcə. Burada düz bucaq olduğu üçün burada 90 qalmır. Bir dənə burada OA parçası 2 verilib də. Özü deyir ki, məsafə 2-dir. A nöqtəsindən çevrənin mərkəzinə qədər. Bir də bir söz deyək. Bax, bura R, bura R, bura R. OA, R köhdü 2 olmur. Kvadratın diaqonalıdır, elə bildik. R köhdü 2 olduğu üçün 2-ni köhdü 2-yə böləndə köhdü 2 qalmır. Radiusu tapdıq. Çevrənin uzunluğunu da tapanda 2 pi yerlə tapırsan. Elə bil 2 köhdü 2 pi. Aydındır. Bildiniz? R radiuslu çevrə 1-2-3 nisbətində bölünüb və bölgü nöqtələri vətənlərinə birləşib. 1-2-3 nisbətində bölünübsə,
K, 2K, 3K bərabər 360 dərəcə olur. Onda, bəli, 6K 360-dırsa, K'mız olur 60 dərəcə. Burada da belə eləyək. Bizi parçalar oldu neçə dərəcələr? 60, 120, 180 də. 60-a vura-vura gedik. Bax, indi buradan çəkdik xəttimizi. Deməli, biri 180-dir, biri 120-dir, biri də 60-dır. 180 olduğu üçün, bax, elə bil bu 180-lik parçadır, bu hissə. Düzdürmü? Oranı qeyd eləmirəm, özünüz başa düşərsiniz. Sonra biri 60, biri də 120 də. Mən buranı birləşdirib, mən sizə tam göstərəcəm. Bax, bura 180-lik qövsüdür, bura 60-lıq, bura da 120-lik. Niyə belə qeyd elədim? Bu 180 isə bura 90 qalır. Çünki diametrinə 2 vətər kəsir. Bura 60 isə bura 30 qalır. Bura 120 isə bura 60 qalır. İndi alınan üçbucağın perimetridir. R radiuslu çevrə deyir. R radiuslu çevrə isə bu ikisi 2R, 30-un qabağı 1R, burada R kökdə 3. 1R, 2R, 3R. Deməli, perimetri olur 3R, üstə gəl. Bu da budur da. Debənd. R xaricə çıxardırsa. Aydındır. – 27-yə də baxaq. Qəşəng sualdır bu da. Bax, A nöqtəsindən radius 3 olan çevrəyə B və C nöqtələrində toxunan 2 düz xətt çəkilir. A nöqtəsindən radiusu 3 olan çevrəyə B və C nöqtələrində toxunan deməli, 2 düz xətt çəkilib. A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə 5-dir. Radiusu 3-dür. İndi bax bura. Bura 3. Bura 3. Buradan O'dan A'ya qədər özü deyir ki, A nöqtəsindən çevrənin mərkəzinə qədər 5-dir. Buradan bura qədər 5-dirsə, məntiqlə bura 4 qalmır. Niyə? Çünki radiusla toxunan kəsişəndə 90 qalır. Orta 5-dirsə, bura 4 qalır. Mən 5-i yazmıram. Nəyə görəsə indi biləsiniz. Sənə nəyə soruşur? BC parçasını. Bax, indi maraqlı söhbət burasındadır. BC-ni necə taparıq? Əvvəlcə BC-ni tapmaq üçün sən bilməlisən ki, bunlar nə yaradır? Bu 90 dərəcə yaradır uşaqlar. Niyə 90 dərəcə yaradır? Səbəbi var. Çünki toxunanların ölçüsü eynidir. Düzdür? Bunda bərabəryanlı üçbucaq düşmür uşaqlar. Bərabəryanlı üçbucaqda biz bilirik ki, burada mərkəzi çəkilən xətt tənbölən deyil. Tənbölən isə həm də nədir? Medianda həm də hündürlük. Ona görə bura 90 dərəcə yaradır. Yəni həm də hündürlük kimi qəbul edirsən. Bəs orada hündürlüyü necə tapırıq? Bura H, bura H yazıram. Düzbucaqlı üçbucaqda yadınızdadır hündürlük düsturu. Bax burada. Hündürlük düsturu nədir? A vur, B böl C. Yəni katetə vurub hipotenuza bölür. İndi hipotenuz 5-dir, mən onu yazmamışam. Bu da 2.4 düşür. Onda 2.4. Bura nə qalır? 4, onda 8. Aydındır. Hər şeyi xırdaçılığına qədər bilmək lazım ki, niyə hündürlük yaranır, bərabəryanlıdırmı, nə bilim tənbölən yaradırmı, yaratmırmı, hamısını kompleks bilmək lazımdır ki, nəsə əmələ gəlsin. Bu da gözəl suallardan biridir. Əslində asandır, uşaqlar nədənsə çətinlik çəkirlər. Gəlin, baxaq görək, nədir söhbət.
Radius 6'dır. C10 da 8 verib, hə? 6, 8. AC nədir? 10'dur. Düzdürmü? İndi BC-ni soruşur. Biz nə edəcəyik? Deməli, bu xətti mən uzatdım. Ölçüsü nə qədərdir onun? 6. O da radiusda. Bu 6'dırsa, bu da 6'dır. İndi qayda necədir? Kəsənin uzunluğu nə qədərdir? 14. 6 ilə 8 bir yerdə. Vurulsun, çöldə qalan hissə. İndi çöldə qalan hissəni tapmaq üçün, bu da radiusu 6'dır. Burada 2 qalmaq ki, 8 olsun da. Deməli, kəsənin uzunluğu opşu 14, çöldə qalan hissə 2. Burada kəsənin uzunluğu ümumi çöldə qalan hissə x. 28, 10x isə x 2.8'dir. Aydındır. Biraz da yəni düşünsəniz taparsınız. Biraz da vərdiş edəsiniz. Oldu uşaqlar. Aha, daha bir möhtəşəm sual. Ümumiyyətlə, buradakı suallar qəşəngdir. BM verib 4. BM verib 4. MA-nı verib nə qədər? 6. İndi siz bilirsiniz ki, A-dan B-yə qədər 10'dursa, A-dan C-yə qədərdən yenə nə olur? 10 olur. Bilirsən niyəsini? İndi 10 bura, 6 bura, bura nə qalır? 8. Burada bir şeydə ehtiyatlı olun. 8 deyəndə ümumi 8 nəzərdə tutulur. Yəni, bura qədər yox. Bildiniz? İndi davam edirik. Buranın uzunluğunu bilirik. X yazıram ora. İndi belə bir şey deyəcəyik. Toxunanın kvadratı bərabərdir. Kəsənin özü vur çöldə qalan hissə x. Yəni 16, 8 x isə x 2'dir. Belə sonra orada nə isə tapasıydı. Hə, bizdən C-ni soruşur. Burada 2'dirsə, bura 6 qarşı 8 olsun. Cavab 6'dır. Belə biz asan yazdıq, amma elə asan deyil. İndi orada o ölçünü, toxunanı falan görmək lazımdır. Yaxşı? Bəli. Bəzi misalları ümumiyyətlə bir neçə dəfə yazmaq lazımdır ki, yadda qalsın. Bəli. Çevrə üzərində ardıcıl olaraq BC-də nöqtələri qeyd olunub və C nöqtəsində çevrəyə çəkilən toxunan DB vətərinin uzantısı ilə K nöqtəsində kəsişir. Gəlin bir dənə çəkməyə çalışaq. Görək nə baş verir. Aha. Bir dənə bu çevrəmiz. BC-də nöqtələri qeyd olunub. BC'de B, C, bu da D. C nöqtəsində çevrəyə çəkilən toxunan DB vətərinin uzantısı ilə K nöqtəsində kəsişir. Onda buranı biraz belə çəkək. Hə. Bir dəqiqə uşaqlar. C nöqtəsində çevrəyə çəkilən toxunan DB vətərinin uzantısı ilə K nöqtəsində kəsişir. Belə oldu onda. DKC 60 dərəcədir. KB böl BD 4 böl 5'dir. KB böl BD 4 böl 5'dir. Onda mən yerlərini səhv qeyd eləmişəm. Əslində bu sualda deyəsən problem var idi. Nə problemi idi? Sualın özündə yox. İşarələnmə şeyində.
Adlandırmada deyək də. Elə bil B buradadır, D buradadır. Tərsinə qeyd ediblər ardıcılığı. Hə, biz öyrəşmişik soldan sağa, burada belə qeyd ediblər. Hə, indi nə deyirdim mən yadımdan çıxdı. DKC 60-dır, heç nə dəyişmədi. KB 4K'dır. B'də 5K'dır. Burada 5K'dır. Sənə deyir KC 12'dir. DS'ni tap. Hə, qəşəng sual uşaqlar. Bayaq dediyimizdə 12'nin kvadratı bərabərdir. Kəsənin özü nə qədərdir opşu? 9K. Sonunda qalan sədə 4K'dır. Hə. 144 bərabər 36K kvadratı. K kvadratı 4, K'da 2. Onda bura 4 vur 2, 8, 5 vur 2, 10. İndi bir dənə qulaq asın. Bu X-i soruşur bizdən. X-i də tapmaq üçün kosinuslar teoremindən istifadə edəcəyik. Kosinuslar teoremi necədir? Bucaq-ara baxır X-ə. Düzdürmü? Yadımıza salın bir daha. X kvadratı bərabər idi. 12'nin kvadratı üstə gəl. Bura nə qədərdir opşun? 18. 18'in kvadratı. Çıxaq 2 vur 12 vur 18 vur. Kos alfa yazacağım amma kos 60'dır da. Yəni belə deyil. Sizlə keçmişik də bunu. 3 bucağın son bölməsi. 144 üstə gəl. 324 çıxaq. Kos 60'da 2'də 1 aldığı üçün 2'ni aparır. Burada qalır 216. 144'ün üstə 324 gələndə 468. 468'dən 216 çıxın bir dənə. 52 deyirlər. Bunu da 16 vur 7 yazırdıq. Yoxsa neçə yazırdıq ha bunu? Ya tapın da, nə var orada? Bax, bax. 252-ni 2'yə bölün, niyaziyyət çəkirik. 126, 126 36 vur 7'dir. Hə. Hə də 36 vur 7'dir, hə? 6 kökdə 7. Amma belə çəkəndə nə edəcəksiniz? 2'yə böl, misal üçün 126-nı. 63, 3'ə böl, 21, 3'ə böl, 7, 7. 2'dən 2'dən 1, 2 çıxır, 2'dən 3'dən 1, 3 çıxır, 7'dən neçinə çıxmır? 6 kökdə 7 qalır. B bənd. Hə? Hə, yəni kökdən çıxartmağı bilməyəndə buradan baxırsan da 2'dən 2'dən 1'dən 2 çıxır, 2'dən 3'dən 1'dən 3 çıxır, 7'dən neçinə çıxmır? 2 vur 3, 6, kökdə 7. Hə? 4'dən 2 olsa 2 vur 2. 4'dən 2 olsa 2 vur 2. Bəli. Çünki biri qarç oldu. Elə. 34'ə baxaq, çox qəşəng sualdır. Tam blok imtahanı modelində sualdır. ABC üçbucağının AB və BC tərəflərinin ortasından və V təpəsindən keçən çevrə onun AC tərəfinə toxunur. Birinci çevrəni çəksək məsləhətdir. Hə. Bu şəkildə necə olur? Mən sizə bir dənə deyim. Hardan keçir deyir? AB və BC tərəflərin ortasından. Ortasından dediyi üçün bura yarıya bölünür, elə bil. Düzdürmü? Keçən və B təpəsindən keçən çevrə AC tərəfinə də görsən toxundu. Hər şey düz gəldimi? B təpəsindən keçdi, AB ilə BC-nin ortasından keçdi, AC tərəfinə toxundu.
Sənə deyir AB 3-dür. AB 3-dürsə 1 yarım buradır. 1 yarım da buradır. BC 2 yarım buradır, 2 yarım buradır. AC tərəfin uzunluğunu soruşur. Biz nə edəcəyik? Bura tutaq ki, x yazasan, bura y. Misal üçün. İndi burada qayda nətər olur? Toxunanın kvadratı, x-in kvadratı bərabərdir. Bütöv kəsən 3, çöldə qalan isə 1/5. Bu da olur x kvadratı 4/5. 4/5 9/2 deyil. Köşə salanda 3/2, yuxarını da aşağını da kökdə 2-yə vursaq, belə bir şey qalır. Burada da eyni şey. Y kvadratı bərabər 5 vur 2/5 olur. Bu 12/5 elə bil 25-in yarısı deyil. 5/2 kökdə 2-yə də vuranda AC tərəfin uzunluğunu soruşur. AC də bu ikisinin cəmidir. 3/2-nin üstə 5/2 gələndə 8/2/2. Oldu? Şəkli qurmaq problemidir. Yoxsa belə nəsə eləmək olar. Şəkil ağzınıza gəlsə, qalan şeylər düzələr. Aydın da. Hə. A kaç KB 7-dirsə, bu x isə bu x-ə 7-dir. Elə bir 7 vahid böyükdür ki, çıxanda 7 qalıbdır. KB-yə x yazaq. Burada x plus 7 yazaq. Onda belə bir şey baş verir. Hə, hasillər bərabər deyil idi. Belə deyək də, x plus 7 vur x, SK vur KD-yə bərabərdir, yəni 18-ə bərabər. X-i istəsəz, indi buradan 2 tapa bilərsiniz. 2 vur, 2 plus 7 də 18 deyir. AB-ni soruşur. AB-də nədir onda? Bura 2, burada 9. 11 olur. Oldu. Bu da yaxşı suala oxşamır. Xaricdən toxunan iki çevrəyə onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilib. Bax, iki dənə çevrədir. Biri ortaq toxunma nöqtəsi buradır. Buradan keçməyən iki toxunan çəkilib. Yəni toxunan oradan da keçə bilərdi, ortaq nöqtədən. Amma oradan keçməyib, onu bildirməyə çalışır. Qıraqlardan keçib. Hə, kiçik çevrənin radiusu 6-dır. Toxunanların kəsmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər 36-dır. Bax, uşaqlar. Buradan bura qədər 36-dır. Ümumi. Kiçik çevrədə nə deyir? Deyir 6-dır da bunlar. Böyük çevrənin radiusunun kiçik qiyməti. Yenə burada qarşılıq var. Buradan belə çəkdin, burada 6 düşmür radius. Radiusda toxunanla kəsən 90 qalır. Burada bir dənə xət qoyaq. Bu böyüyün radiusudur, bilmirik nədir. Burada bir dənə radius qoyuram. Bir dənə qaldı burada. X. Bir dənə üzr istəyirəm. O radiusu oradan yox, buradan yazım. Qoy hamısı üstü olsun. Düzləmirəm. Hə, indi biz nə edə bilərik? Bax. Radius üstə gəl x, üstə gəl 6, üstə gəl 6. Nəyi verməlidir hamısı bir yerdə?
36-nı. Çünki buradan bura qədər uzunluqdur da. Bu 36-dır. Onda radius üstə gəl x bərabərdir 24. X-in yerinə 24 çıxır yaza bilərəm. İndi keçsək oxşarlıq tərəfə. Şəkli buradan təzədən çəkirəm ki, gözlərimiz qarışmasın. Bu radius, bu 6, bir də uşaqlar, mən bir şey səhv yazdım. Bura radius plus 6-dır. Çünki buradan bura qədər olan hissəni götürdük. Burada 6 plus x-ə. Aha. İndi bizdə oxşarlığı necə tətbiq edəcəyik? Bu bucaq onsuz da kör olsa gözü açılar ki, eynidir ikisində də. Qulası mənə. Alfanın qabağı böyüyər. Alfanın qabağı burada 6. Burada 90 yadından çıxıb. 90-ın qabağı böyük bucaqda radius plus 6 plus 6 plus x. Hə? Kiçikdə də düzdürmü? Necə sərgiyə salaq? Biz bilirik ki, bura 36-dır da, orada qeyd eləmişdik. Hə? X-in yerinə də orada biz nə aldıq? 24 çıx R aldıq. İndi 24-ün üstü 6 gələndə 30 çıx R olmur bura. 30 çıx R vuranda R-ə 6 vur 36, 216-nı verir. Düzdür? R ya 18-dir ya da 12-dir. 12 vur 18, 216 verir ya da 18 vur 12. İkisini qiymət dediyi üçün 13-ünü götürürük. Onların nisbətini yetən verir. Necə? Bu hansı qaydaya görə 56 yetən verir? Burada iki dənə oxşar fiqur var. Bu üç bucaq, bir də böyük üç bucaq. Bu, düzdürmü? İndi kiçik bucaqda, yaxşı, böyük bucaqda alfanın qabağı R, kiçikdə 6. Böyük bucaqda, yaşılda, hipotenuz 36. Burada da 6 plus x. Oldu. Bir dəqiqə. Hansı suala baxırıq? Sonra bir dənə şey. 18-ə baxsınlar, 40-a baxırıq. 40-ı bitirim gəlir. Deməli, AB 4 verilib, uşaqlar. Biraz da böyüdək. Bunun asanda oxşur, hə? AB 4 verilib. BC 8 verilib. Bu radiusu, buradan bir dənə də uzantı versək, burada radiusu. 8-in kvadratı bərabər 2R plus 4 vur 4. 64 4-ə böləndə 16. 12 2R-dirsə R. Aydındır. 64 4-ə böləndə 16. Hə, bizdən AB-nin qiymətini soruşur. Bayaq nə dedik? Dedik ki, buradan bura x-sə, buradan bura da x-i. Buradan bura y-sə, buradan bura da y-dir. Düz deyirəm? İndi bir məsələ də var ki, B-dən A-ya qədər məsafə nədirsə, A-dan C-yə qədər məsafə də eynidir. Çünki ikisi də toxunan olduğu üçün bir nöqtədən çıxan iki toxunanın ölçüsü eynidir. Yəni, bura x-sə, bura y, bura y-sə, bura x olmalıdır ki, x plus y, y plus x-dən eyni olsun. Şimdi çatı. AEF-in içərisində nə var?
2 dənə x, 2 dənə y. 12 x plus y 6-dır. Oldu? Belə. Yəni, bəsit sualdır əslində. Biraz diqqətli baxsaz, yaxşı olar. Bu sualdan deyəsən, bayaq yazdıq 43-dən. Buna bənzər nəsə yazmışıq. Gəlin 44 ondansa baxaq. Baxaq buna. İmkan daxilində orada vaxt qalsa baxar. BS-ni 3 verib. BS 3 verilib. S'də 9 verilib. S'yə 5 verib. Uşaqlar başqa nəsə verib, mən görmürüm. Hə, A səni soruşur. Biz əvvəl necə tapmalıyıq? Bura baxın. Bu toxunan deyil. Bura yazıram heç nə. Toxunanın kvadratı, bax bir dənə diqqətlə, bərabərdir kəsənin özü, yəni neçə? 12 vur, çölündə qalan hissə. 3. Aha. Onda bu ara 36, AB nə düşür? 6. Bu getdi. Problem yoxdur burada. Aha. Keçsin növbəti hissəyə. Yenə toxunanın kvadratı olsun belə. Hə, toxunanın kvadratı, yəni 6-nın kvadratı bərabərdir. Bu dəfə kəsən x plus 5 çölündə qalan isə x. Şimdi 36 almaq üçün biz nə edəcəyik? Buranı 4 yazacağıq x-ə. Cavab düz gəlir də. 4 vur 4 plus 9. Tapdıq uşaqlar. O qədər də çətin deyilmiş. Əslində çətin amma. Bilsən, bu çevrə ilə o çevrəni qarışdırmamaq lazımdır. Misal üçün, burada görsən, bu çevrədən söhbət gedəndə toxunan bura, çöldə qalan buradır. Bu şəkildə qarışıb deyə biraz adam göz görməyə çətin olur. Bildiniz? O birisinin içərisində görsənirdi, əslində çöldə deyilmiş. O birisinin içərisində görsənirdi, adam başı qarışır. Düzdür uşaqlar? Gəldik, burada nəsə kosinuslar teoreminə bənzər bir şey var. Əsl blok imtahanı sualı. Uşaqlar. A-ni 3 verib, Y-ni 8 verib, S-ni 6 verib, başqa nə verib? Kosinus B-dən verib bir daha, buranı. Mən B-dəyə alfa yazıram, eyni şeydən. İndi bax, 3 vur 8, 24, 6 vur 4, 24. Aha. Bura 4, bura 8, bura alfa. Sən elə bil B-dəni tapmalısan da, mən bura x yazıram. Bəli, kosinuslar teoreminə görə x-in kvadratı bərabər 4-ün kvadratı plus 8-in kvadratı. Çıxaq 2 vur, 4 vur, 8 vur, cos alfa. İndi yazaq. 16, 64, çıxaq. 2 vur, 4 vur, 8 vur. Cos alfanı orada 4'də 1 verməyib. 4'lər getdi. Bu 16 elədiyi üçün 16'nı aparır. Qarı 64. X kvadratı 64 ise x 8'dir. Kosinuslar teoremi gördüyünüz kimi lazımdır. Xaricdən toxunan iki çevrədən birinin radiusu 1, baxın uşaqlar,
xaricdən toxunan iki çevrədən birinin radiusu 1-dir. Onların ortaq toxunma nöqtələri arasındakı məsafə 6-dır. Ortaq toxunma nöqtələri deyəndə yəqin bunu nəzərdə tutur. Eyni toxunandır, ortaq toxunma nöqtələri arasında məsafə 6-dır. İndi bizə nə deyir orada? Bizə deyir ki, birinin radiusu 1-dir, ikinci çevrənin radiusu nədir? Tutaq ki, bunun radiusu 1-dir. Bunun radiusu da nədir bilmirik də, düzdürmü? Buranı birləşdirdim. Uşaqlar baxan ki, bilir ki, bura 1-dirsə, burada 1-dir, eyni radiusu. Buranın radiusu tutaq ki, R-dirsə, ya da oraya R yazmayayım, bir dənə üzr istəyirəm. Ki, belə bir şey eləyək. Buradan bir dənə xətt uzadıb, buranı 90 eləyək. Toxunan radiusu kəsikəndə 90 qaraq. O da 90 qarada məcbur, düzdür? Bura 1-dirsə, burada 1 düşür. Bura x yazsam əgər, radiusu olur 1 plus x. Onda burada 1 plus x düşmür. Buradan bura 6-dırsa, buradan bura da 6-dır. Pifagor teoreminə görə x-in kvadratı üstəgə 6-nın kvadratı bərabər x plus 2-nin mötərizə kvadratı olur. X kvadrat plus 36 bərabər x kvadrat plus 4x üstəgə getdi. X 8 qarda. İkinci çevrənin radiusu 9 ora. Çaşmayın. 8 plus 1 9. Birincini 1 verib də. Oldu. 49 imtahana keçmişdə düşmüş sualdır. AF-i 1 verib. AB AY SY bərabərdir. Aha, işə düşdük. DF-i 8 verib. Gəlin bir dənə belə bir söhbət edeyim sizlə. AB-nin kvadratı, toxunan deyil o. AD vur. Bir dənə söz deyim sizə. AD nə qədərdir? DF 8 verməmişdirsə. Yox, bir dənə diqqətlə bax. 9. 1 bura. Buradan bura 8. 9 oldu. Mən oranı siləm, olsa görürsün. 9 vur 1 olur da. Çöldə qalansa da buradır. Onda AB nə düşür? Bizə orada nə deyir? Deyir AB AY SY bərabərdir. Yəni burada 3-dür. AY-nin 3 olmasın, bura 2 qalır. SY-nin də 3 deyil orada. Bu da 3-dür. İndi siz bir dənə gözəlliyə baxın. DF 8 deyil idi. Onda bura 2-dirsə bura 6 qarşı 8 olsun. 2 vur 6, 12. 3 vur 4, 12. 2 vur 6 nədirsə, 3 vur 4 də eyni şeydir də. Düz dedim uşaqlar? Son 1 və yaxud da 2 sualımız qaldı. Bu suala baxmırıq. Bu 60-30-90 uşaq söhbətləridir. Bu suala baxaq 53-ə. 52-yə baxardım, prosto sualın yarısı orada, yarısı buradadır ona görə. Düz deyirəm İbad? Bu suala da baxaq. Divar saatın uzunluğu 10 olan rəqqası sükunət halında saatın aşağı hissəsindən 1 cm məsafədə dayanır. Buradan bura 1 cm məsafədə dayanır. Düzdür? İndi hərəkət zamanı isə elə bil bu gəlir belə hərəkət edir də. Bildiniz necə? Hərəkət zamanı gəlir bura. Ən çox hara qalxır? 5 cm deyir, ən çox məsafədə olur. Bildiniz? Buradan bura 5-dir, buradan bura da 5-dir. Eyni şeydir. Və rəqqasın özü də 10 cm-dir. Başda verib. Uzunluğu 10 olan rəqqas.
İndi yox. Ora AB 10'dur ümumi. İndi sən belə bir iş görəcəksən. Birincisi, bu 5'dən birini çıxanda 4 qalır bura. Burada 6 qalır ki 10 olsun ümumi. Bu çevrənin radiusu olduğu üçün, yəni bunu bir çevrə kimi fikirləşin, bir dənə gözləyin, belə çəkin, başa düşəcəksiniz. Hə. Onu burada 10 deyil. 10, 6 oldu 8. Burada 8 olduğu üçün M-in arasında məsafə oldu. Aydındır.